Cəmaatda, insanlarda günah haqqında təsəvvür yanlışdır. Elə bilirlər ki, günah adamların zərərinə deyil, ancaq Allah narahat olur. Filan şeylər eləmə, bunlar da onu eləyəndə Allahı narahat eləmiş olurlar. Bu səhvdir. Maraqlısı budur ki, zərbəni özümüzə vururuq, Allah adını günah qoyur və özünə aid edir, o narahat olur. Niyə? Çünki o bizi sevir. Deyir, özünə zərbə vurmuşsan günahla, ged Allaha dinən, İlahi zələmtü nəfsi, özümə zülm eləmişəm, sən məni xilas elə. Tövbə bir üstünədir, özünə zərbə vuran adamın təcili olaraq özünü Allaha çatdırması ki, qan götürdü məni kömək elə. Özümə zərbə vurmuşam, tez mənə kömək elə, qurban olum, Allah dir eləyib. Qaytarım təzdən. Günahı düz başa düşək. Bəziləri elə bilir ki, bir dəstə adam mömin olub, Allaha bağlanıblar, Allahla müqavilə bağlayıblar. Allah deyib də, bunlar mömindir axı, Allahları ilə danışıblar. Filan işləri görmə, deyib yaxşı. Və deyib, hər dəfə günah eləyəndə bunlar Allahla bağladığı müqaviləni pozurlar deyə, bu olur günah. Başqaları deyir, yox, mən dindar deyiləm, mən başqa cür yaşayıram. Qardaş, fərqi yoxdur, sən dindarsan ya dindar deyilsən. Günah insan adlı varlığa zərbə vuran şeylərə deyilir.